Salam uşaqlar. Bugün natural ədədlər mövzusunu mən sizə izah edəcəm. İnşallah ki, xeyri olar. Deməli, birinci biz hardan başlayaq? Məsələn, deyək ki, AB üstü xətt. Təhlik onluq. A onluqda durduğuna görə 10 vurulsun A, üstə gəl B. Məsələn, A, B, C olarsa, A yüzlük mərtəbəsində durduğu üçün 100A, üstə gəl 10B plus C. Əgər A, A eyni hərflər olarsa, elə qısaca 2 dənə bir A, 11A yaza bilərik, tez olsun deyə. A, 111 A deməkdir. Onsuz da açılışın yuxarıda izah elədim. Bu birinci. İkinci, bölünmə əlamətlərini yadınıza salaq. Bölünmə əlamətləri. Demək, biz demişik ki, 2-yə bölünmə sonu cüt rəqəmlə qurtarır. Sonu cüt rəqəmlə qurtaran ədədlər 2-yə bölünür. Bu asan. Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə, rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Sonra 5-ə bölünmə. Sonu 0 və 5 ilə qurtaran ədədlər 5-ə bölünür. 25 desək, 25 baxın 5-in kvadratı olduğu üçün demək son 2 rəqəm kvadratda axı burada son 2 rəqəm ya 0 olmalı və ya son 2 rəqəm 5-ə bölünməlidir. Son 2 rəqəm 25-ə bölünməlidir. Bölünməli. Misal deyək, məsələn. Deyək ki, 600 desəm. Desəm ki, 25-ə bölünür, tez denə ki, 25 5-in kvadratı, son 2 rəqəm 0-dır. 625, son 2 rəqəm 25 olduğu üçün bölünür. Onda buradan biz belə çıxarsaq qaydanı. Demək, 5-in içində 5 bir dənədir deyə son bir rəqəmə baxırıq. 25 5-in kvadratıdır deyə son 2 rəqəmə baxırıq. 125 5-in kubu olduğu üçün son 3 rəqəmə baxırıq. Davam edə bilərsiniz belə. Bir də bu qayda 2-nin qüvvətlərində var uşaqlar. 2 üstü 1 elə 2-dir deyə son bir rəqəmə baxırıq. 4 deyəndə 2-nin kvadratı da ona görə 4-də son 2 rəqəmə baxırıq. 8-də 8 2-nin kubu olduğu üçün son 3 rəqəmə baxırıq. Deyək ki, desək ki, məsələn, 16-ya bölünmə qaydası tez 16 2 üstü 4 olduğu üçün deyirsiniz ki, son 4 rəqəm ya 0 olmalı, ya 4-ə bölünməlidir. Qaydalar buradandır, yaranır. Belə deyək. Əlavə olaraq, məsələn, deyək ki, 18-ə bölünmə var, 15-ə bölünmə var, 36-ya bölünmə var, 6-ya bölünmə var. Bunları necə taparsınız? Burada uşaqlar, demək, 2 ədədin hasili şəklində götürməlisiniz. Mütləq bu ədədlər qarşılıqlı sadə ədədlər olmalıdır. Məsələn, tutaq ki, 18 3 vurulsun 6-dır. Amma 3 ilə 6 olmaz, çünki ikisinin də içində 3 var. Demək, 2 vur 9 deyirik. Demək, onda 18-ə bölünmənin qaydası həm 2-yə bölünməlidir, həm 9-a bölünməlidir. 15 3 vur 5 olduğu üçün 3-ə və 5-ə bölünməlidir. 36 4 vur 9. Demək, bu ədəd həm 4-ə bölünməlidir, həm 9-a bölünməlidir. 6 2 vur 3 olduğu üçün demişik ki, 2-yə və 3-ə bölünən ədədlər həmişə 6-ya bölünür. Bu belə. Sonra sizə nələri deyək? Məsələn, tutaq ki, uşaqlar deyir ki, məsələn, ardıcıl cüt ədədlərdir, ardıcıl cüt ədədlər. Sonra ardıcıl tək ədədlər deyir, ardıcıl tək ədədlər. Və yaxud da ki, ardıcıl ədədlər, ardıcıl ədədlər. Bu zaman biz bilirik ki, model qurmalıyıq. Düzdür, 1, 2, 3, 4 dənə deyək ki, ədəd var. Həmişə birincilərə x qoyun uşaqlar. Aha, birinci x qoyduq. Ardıcıl cüt ədəd deyirsiniz. Cüt ədədlər həmişə 2 artımır. Demək, bu x-dirsə, bu x plus 2 olacaq. Bu biri x plus 4 olacaq. O biri x plus 6 olacaq. Hamısı 2 artır. Yəni, bu x fikrimizdə cüt ədəd olduğu üçün 2 artırırıq. Tək ədəd deyəndə birinci ədədimiz yenə x-dir. Bu x tək ədəddir. Digər tək ədədləri tapmaq üçün yenə üstünə 2 gəlirsiniz. Aha, 2. Bu dördüncü də x plus 6. Yəni, bu belə dövr eləyir. Davam eləyə bilərsiniz. Ardıcıl ədədlər isə 1-1 artır, düzdür? Demək, bu x isə o biri x plus 1-dir, o biri x plus 2-dir, dördüncü də olacaq x plus 3. Demək, biz burada nəyə fikir verməliyik? Məsələn, misallar verilir, deyir ki, məsələn, 2x plus 8 və məsələn, 18 minus 3x deyə ardıcıl cüt ədədlərdir. Ardıcıl cüt ədədlərdir.
X-in ala biləcəyi qiymətləri tapın. X-in ala biləcəyi qiymətlər. Aha. Demək, burada nə etməlisən? Ardıcıl cüt ədəd deyirsə, sən qaydaya bax gör, ardıcıl cüt ədədlər 2-2 artır, düzdür? Deməli, onda cüt ədədlərlə tək ədədlərin fərqi bərabər olur həmişə neçəyə? 2-yə. Biz də burada uşaqlar bu böyükdür ya bu böyükdür bilmədiyimiz üçün birinci dəfə demək 2x plus 8-dən böyük kimi bunu tuturam. 18 minus 2x-in çıxıb bərabər eləyəcək 2-yə. Bir dəfə də 18 minus 2x-dən çıxırıq 2x plus 8-ni bərabər eləyirik 2-yə. Və salam, buradan x dərəzi tapırsınız. Və yaxud da ki, bizə düşə bilərdi ki, ardıcıl tək ədədlərdir. Yenə ardıcıl tək ədədlər də görürsünüzsə, mütləq fərqini 2-yə bərabər edirsiniz. Ancaq ardıcıl ədədlər desəydim, ardıcıl ədədlərin fərqi həmişə 1 olur. İndi mən sizə dördüncü olaraq ədədi sayda vuruqlara ayıraq, ədəd haqqında danışaq. Demək, məsələn, deyək ki, bir ədədi götürək, sayda vuruqlarını ayıraq. Tutaq ki, 120-ni ayırırıq. 120, 2 vur 5, aha, bu 0 getdi. 12, 2-yə 6, 2, 3, 3, 1. Demək, 120-nin vuruqları oldu. 2-in üstü 3, 5 üstü, da 3 yazaq birinci, 3 üstü 1, vurulsun 5 üstü 1. Bu bizdə vuruqlardır. İndi sual düşəcək ki, bizə, məsələn, 1. Neçə sayda vuruğu var? Qarışdırmayın bunları. Neçə sayda vuruq var? Sayda vuruq deyəndə uşaqlar, burada yazılan hamısı, yəni 3-dür, 1-dir, böyle qüvvətlərin hamısını toplayasınız. Yəni 3, üstəgəl 1, üstəgəl 1, 4, 5 dənə sayda vuruq var. İstəsəz buradan da saya bilərsiniz. 1, 2, 3, 4, 5 dənə. İkinci, neçə müxtəlif sayda vuruq var? Neçə müxtəlif sayda vuruq var deyəndə uşaqlar, ancaq aşağıdakıları götürəsiniz. Yəni 2-ni, 3-ü, bir də neçəni? 5-i. 2-ni, 3-ü, 5-i. Cavab neçə olacaq? 3 dənə. Üçüncü, neçə sayda bölən var deyirsə. Neçə sayda bölən var. Yadınızda saxlayın. Müxtəlif sayda vuruqla sayda bölən eynidirlər. Edib sinonim kimi fikirləşin də. 2-dir, 3-dür, 5-dir. Yenə neçə olacaq? 3 dənə. Demək, bu ikisi eynidir. Demək, sayda bölən deyirsə, tez deyəsən ki, müxtəlifləri soruşur məndən. 4, 5, 6 deyək. Uşaqlar, natural bölənlərin sayı. Natural bölənlərin sayı. Bölənlərin sayı. Siz bilirsiniz ki, natural ədədlər müsbət ədədlərdir də, düzdür. Demək, onda mən bunu müsbət böləndə deyə bilərəm də. Müsbət böləndə deyə bilərik. Sonra, sadəcə böləndə deyə bilərəm. Bölənlərin sayı. Bunların üçü də eynidir. Bunlara da n düsturu deyirik, uşaqlar. N düsturu nədir? Demək, sayda vuruqlarından sayına baxırıq. Saylarına fikir verin. Məsələn, 2-dən neçə dənədir? 3 dənə. 3 üstəgəl 1 yazırıq. Vur. İndi 3-ə baxaq. Görə 3 neçə dənədir? Uşaqlar, bax, 1 dənədir. Gördünüz? 1 üstəgəl 1. Vur. İndi gedək 5-ə baxaq. 5 neçə dənədir? 5 də 1 dənədir. 1 üstəgəl 1. 4 vur, 2 vur, 2, 8, 16. Qısaca qüvvətlərin üstünə nə gəlirsən? 1 gəl. Qüvvətin üstünə 1 gəl. Vur, qüvvət üstəgəl 1. Tamam. Bu da belə natural bölənlərimizin sayı. İndi bizdən soruşsa ki, tam bölənlərin sayı nə olar? Uşaqlar, siz bilirsiniz ki, tam ədədlər, natural ədədlər və natural ədədlərin əksisidir. Demək, tam bölənlərin sayı natural ədəd neçə dənədirsə, onun 2 qatı olacaq. Demək, 2 vurulsun n olacaq. 2-ni vururuq 16-ya, neçədən olur? 32. 32 dənə tam böləni var. Tutaq ki, belə bir suallar da bizə düşə bilər. Məsələn, 120 ədədinin 5-ə bölünən neçə sayda vurur? 5-ə bölünən neçə böləni var? 5-ə bölünən neçə böləni var? Neçə böləni var? Necə eləyəsiniz, uşaqlar? 120-ni böləsiniz 5-ə, elədi 24, düzdür? Sonra 24-ü n düsturunu tapasınız. 12, 2-yə 6, 2, 3, 3, 1. 2 üstü 3, 3 üstü 1. Dedik n düsturunda qüvvətlərin üstünə 1 gəlirik. Aha. 4 vur 2, neçə oldu? 8. Yəni, burada 5 olmasın, nə olur olsun? Məsələn, 120-ni ədədini n-ə bölünməsindən alınan, n-ə bölünməsindən neçə böləni var da deyək.
N-ə bölünən neçə dənə böləni var? Cümlənin səhv dedim, üzr istəyirəm. Demək bu zaman 120-yi böləsiz N-ə, neçə aldısa həmin ədədin N-ni tapırsınız. Natural bölənlərin sayını tapırsınız yəni. Tamam, sonra biz nəyi öyrənək? Qarşılıqlı sadə ədədlər. 4-cü öyrənəkdə belə deyək, bölmə olaraq. Qarşılıqlı sadə ədədlər. Uşaqlar, qarşılıqlı sadə ədədlər, yəni ən asan şeydir də, yəni bildiyiniz qaydalar içində ən asandır. Qayda belədir ki, ortaq bölənləri yalnız 1 olur. Ortaq bölənləri yalnız 1 olur. Yalnız 1 olan ədədlərə deyilir. 1 olan. Yəni, ixtisar olmayan ədədlər də deyə bilərik. İxtisar olmayan ədədlər. Qarşılıqlı sayı ortaq böləni yalnız 1 olan, bu birinci, bu da ikinci. Demək, indi biz qeydlər götürək özümüzə. Qeyd. Demək, ardıcıl ədədlər həmişə qarşılıqlıdır. Həmişə qarşılıqlı sadədir. Demək, siz testdə haradakı ardıcıl ədəd gördünüzsə, 61, məsələn 62, həmişə qarşılıqlı sadə olaraq götürəsiniz. Sonra bir dənə də qeyd götürək. Demək, ardıcıl tək ədədlər. Ardıcıl tək ədədlər. Tək ədədlər. Məsələn, 3, 5. Məsələn, 61, 63. Bunlar da həmişə qarşılıqlı sadədir. Düşünmürsünüz bunlarda. Bir dənə də deyirik. 1 ilə bütün ədədlər. 1 ilə bütün ədədlər. Çox uşaq birdən deyir ki, müəllim, 1 ilə məsələn 20 qarşılıqlı sadə ədəddir. Bəli. Bütün ədədlər. Məsələn, 1 ilə 20, 1 ilə 5 bu formada. İndi belə bir sual düşə bilər bizə. Məsələn, deyək ki, 120-dən kiçik, 120-dən kiçik, 120 ilə neçə cüt qarşılıqlı sadə ədəd var? Qarşılıqlı sadə ədəd var. Burada nə edirsiniz uşaqlar? Biz burada bir-bir oturub saya bilmərik ki, 1 ilə 120 olur, 3 ilə 120 olmur, 4 ilə 120 olmur, 5 ilə 120 olmur, 7 olur. Bu formada eləmirsiniz. Demək, bunu yenə bayaqçı kimi sayda bloklarına ayırırıq. 32-yə, 15, 3-ə, 5, 5, 1. İndi özüm belə ayırdım ki, birdən o sıfırı silməyə bilmərsinizsə, bu üsulla elə 3 üstü 1, 5 üstü 1. Burada kural nədir uşaqlar? Demək, düsturumuz budur. Ədəd vurulsun. 1 çıx A-da 1, 1 çıx B-də 1, 1 çıx C-də 1, C-də 1. Burada ABC bizim A üstü məsələn M-dır, B üstü N-dır, deyək ki, C üstü T-dir. ABC bu aşağıda yazılanlardır. Demək, ədədimiz bizim 120-dir. Yazırsınız 120 vur, 1 çıx, 1 həmişə düsturda var, 1 çıx var. Demək, bizim A-mızın yerində 2 durub, 2-də 1. 1 çıx B-imizin yerində neçə durub? Bax, gör hələ, bax bu 3 durub, gördün? 1 çıx 3-də 1. C-imizin də yerində 5 durubdur. 1 çıx 5-də 1. Yəni, qüvvətlərə baxmırsınız burada bir sözlə. 120 vurulsun 2-də 1. 1-dən 3-də 1-in çıxırsınız. 3-də 2, 5-də 1. 6, 5, 30. 120 ilə 30 getdi. 4. 4, 2 neçə oldu? 8. 6, 5, 30. 120 ilə 34, 8. Tamam. Demək, 120-dən kiçik 120 ilə 8 cüt nə vardır? Qarşılıqlı sadə ədəd var. Hesablamalarımda səhv ola bilər, olsa əgər yazarsınız da mənə. Tamam, indi başqa cür bu sual bizim qarşımıza necə çıxa bilər? Sual bu formada düşər. Demək, deyir ki, məxrəci 120 olan neçə ixtisar olunmayan düzgün kəsir var. Olunmayan düzgün kəsir var. Uşaqlar, baxın, bayaq mən sizə qaydanı izah eləyəndə dedim ki, ortaq böləniyə ixtisar olmayan ədədlərdə qarşılıqlı sadə ədəddir, görürsünüz. Demək, bu, elə belə deyim də, sinonim kimi fikirləşin də ki, yəni, eyni şey deyir, sadəcə burada deyir qarşılıqlı sadə ədəd, burada deyir ixtisar olmayan. Demək, onda eyni şey deyirsə, demək, cavab neçə olacaq? 120-dən olacaq. İndi, buradan sual çıxa bilər ki, ay müəllim, bəlkə bizdən soruşdu ki, neçə ixtisar olunan düzgün kəsir var? Neçə ixtisar olunan düzgün kəsir var? Olunan düzgün kəsir özdə. Düzgün kəsir var. Bu zaman nə edəsən sən? Birinci məxrəci 120 olan neçə dənə düzgün kəsirin var? Təbii ki, 120-də 1-dən başlayasan, 120-də 119. Demək, cəmi
119 dənə düzgün kəsir var. Düzdür? Aha. Demək bu düzgün kəsirlərdən 8 dənəsi ixtisar olunmursa, 119-dan çıxarsan 8 dənəsini, 111 dənəsi demək ixtisar olunan olur. İxtisar olunur.